Baxın Quranda namaz qılmaq məsələlərinə. Allah Teala buyurur ki, namaz qılın ey möminlər, gedin dəstəmaz alın filan. Və yaxud da oruç tutmağı sizləri mən vacib elədim. Necə sizdən əvvəlkiləri vacib eləmişəm. Bu kimi xitablar deyir. Amma heç birində sən namaz qılıb oruç tutmaqla filan eləməklə sənin dinin kamildir sözü işlənməyib. Quranda bu sözü tapa bilməyəcəksiniz. Amma bir dənə yeganə o gün idi ki, Qədirxumda Allah Peyğəmbərə buyurdu ki, dini kamil eləmək üçün öz yerində imamı təyin elə, rəhbəri təyin elə. Onunla buyurdu ki, artıq din kamil oldu. Ayətullah Əmini eşitmişsiniz. Əl-Qədir deyilən bir kitab yazıbdır ki, 20 cilddir. Hamısı bugünkü günün əhvalatın dünyanın bütün kitabxanalarından, Ərəbistandan, Türk, İran, Hindistana qədər gedib bütün əhl-i sünnə kitablarından yığıb bugünkü günün əhvalatın cəmləyib 20 cild kitab yazıbdır. Bütün ömrün qoyubdur bir gün üçün. Oğluna vəsiyyət eləyir ki, oğul, çalış bu günə həmişə yad elə, bayram elə. Mən Əli üçün heç nə eləyə bilmədim. Bu günü oğul yad elə, bayram elə və ilaxır. Bu kimi vəsiyyətlərdir. Yəni bu böyüklükdə şəxsiyyət, bu alim, ona bəzi suallar ki verirlər, maraqlı da cavabları var. Biri budur. İraqda yaşayan əhl-i sünnə alimlərindən buna sual verirlər ki, bilirlər axı o şəriəti, İslamiyyəti bizdə də bilirlər. Bizdə də məsəl üçün azan ki verirsən, azanda əşhədü ənnə əmirəl müminin Əliyyən vəliyullah. Bu Əliyyən vəliyullah demək azanın tərkib hissəsi deyil. Əgər açıb baxsaz bizim risalələrə, müştəhidlərimizin kitablarına görərsiniz ki, deyir ki, o azanın tərkibindən deyil. İndi buna sual verirlər ki, ey əmini, əşhədü ənnə əmirəl müminin Əliyyən vəliyullah məgər İslamın sözüdür, azanın tərkib hissəsidir. O mərhum buyurur, yox, tərkibi deyil, nə tərkib hissəsidir? Bunlar sevinirlər. Deyir, hə, indi dalına qulaq as. Deyir, nəinki tərkibidir? Bu söz əzanın rukunudur. Rukun bilirsiniz də nədir? Sütunu. Yəni o rukun olmasa din yıxılıb. Yəni gör burada nə məna çıxır? Yəni hər kəs ki Əlinin vilayətini tanımayıb, onu təsdiq eləməyib, elə bilsin ki o rukun, o sütun yıxılıbdır. Odur ki, bugünkü günkü Qədirxum günündə biz Peyğəmbər əleyhissalamın ki buyruğuna əməl eləyib burada məclis keçirdirik. Bir Allah şahiddir ki, bütün bayramlardan üstündür sənin bu bayramın.